Johar Dudayevin bir sözü var, biz həmişə deyirik. O deyir, evet, Ruslarla imzalanmış müqavilə suya yazılmış yazı kimi bir şeydir. Suya yazılmış yazı. Bəli, suya, yəni yazırsınız orada qalmır ki heç nə. Yəni İlham Əliyev deyil ki sözümüz imzamızdır desin. Yəni İlham Əliyevin ağzından bir söz çıxır, onu heç kağıza yazmadan, imza atmadan əməl eləyir. Bu Rus dövləti deyil, Rusiya dövlətçiliyi, Rus xarakteri, yəni bu aşağılamaq üçün demirəm. Ha, bunu bütün dünya belə qəbul edir. Dünyanın ən belə aparıcı insanları da, fikir adamları Ruslarla bağlı o fikri deyirlər ki, Rusun sözünə güvənmək olmaz. Yəni hətta yazılı sənədinə güvənmək olmaz. Deyir, buradan imzanı atacaq, oradan danacaq. Yəni bu bunların xarakteridir. Biz deyilik o. Biz Türkük, Qafqazlıyıq, Azərbaycanlıyıq. Yəni bizim xarakterimiz odur ki, Prezident İlham Əliyev demişkən, sözümüz imzamızdır. Evet. Ağzımızdan söz çıxar, eləyərik. Onlarda elə şey yoxdur da, qardaş. Bunlar sözü buradan deyir, oradan da danır. Yeri gəlmişkən elə söz üstünə gəldi. Bir şey də məni narahat eləyir. Bunu da mən gündəmə buraxmaq istəyirəm bu məsələni. Üzərinə gedilməlidir. Niyə Bakı şəhərinin tən ortasındakı küçələr Rus adı daşımalıdır? Günü bugün. Bax, yanı başımızda Pushkin küçəsi var. Biraz aşağıda Tolstoy küçəsi var. O tərəfdə hətta Prezident Sarayının arxasından keçən küçə var. Dövlət İdarə Etməkçilik Akademiyasının qarşısı. Lermontovun adını daşıyır. Bu ölkənin Prezident Sarayının yerləşdiyi küçənin adı Rus adıdır. Niyə? Mən bilirsiniz nə təklif edərdim? Birincisi, o küçələrdən birinə Çeçenistan lideri Johar Dudayevin adı verilsin. Bilirsiniz niyə? Çünki Johar Dudayev sağlığında bütün ömrü boyu Azərbaycanın yanında olub. Qarabağ məsələsində də, qeyri məsələlərdə də həmişə də deyib ki, bütün qoşunumla, ordumla gəlib vuruşmağa hazıram. Bu adama biz o dəyəri vermirik. Pushkin, Lermontov, Tolstoy, indi kimsə çıxıb deyəcək, Tolstoy dahi şair deyil, Lermontov. Çox gözəl. Aslan Moskvada versin küçə adını onu. Nə dəxli var onların bura? Tamam da Lermontovda, Pushkin'də, bu işğalçı ordunun tərkibində Qafqaza gəliblər. Qafqaza hayıl-mayıl olublar, şeirlər yazıblar, poemalar yazıblar. Bilirik, başa düşürük. Amma bu, qardaş, o demək deyil ki, mən Bakının ən mərkəzi küçələrinə onların adını verməliyəm, saxlamalıyam. Ondan savayı, biz sizinlə bir neçə dəfə bunu müzakirə etmişik. Azərbaycan Respublikasının baş kəndi, paytaxtının üzü quzeyə gedən ən böyük prospekti Moskva adı daşımamalıdır. Və qutarmalıyıq da bu işlə də. Özü də hardan başlayır Moskva prospekti? 20 yanvardan metrosundan. 20 yanvarı bizə Moskva yaşadıb. Ondan savayı biraz irəli gedirsən o prospekt. Mən xatırlayıram, siz bir dəfə təklif edərsiniz ki, oranın adını Dərbənd qoyaq. Əlbəttə Dərbənd qoymaq. Üstəlik də o Moskva prospekti 20 yanvar küçəsi ilə də kesişir. Böyle şey olar. 20 yanvarı bizə yaşadan Moskva, onun adını ən böyük prospektə vermişik. Ən strateji çıxışımıza vermişik paytaxtdan. Və üstəlik də 20 yanvar küçəsi özü də nisbətən bir kiçik küçədir. 20 yanvar, aralıq küçədir. O küçə ilə də bu kəsişir. Böyle şey mi olar? Bunu düzəltməliyik. Bu Bakı şəhərinin, yaxud da bütövlükdə bu işlərə... Mən Rusiyanın təsir imkanlarını sıfırlamalıyıq deyəndə bunları nəzərdə tutuyorum. Ona görə çox mümkün bir qısa zamanda bu şeylər yenidən baxılmalıdır. İndi mən saydığım küçələr öz yerindəyim. Hələ rayonlarımızda, rayon mərkəzlərimizdə bilirsiniz nə qədər Rus adları qalır? Dəxli olmayan Rusların adları. Dəxli olmayan. Bakının özündə də. Bizim vətən müharibəsi qəhrəmanlarımız var, şəhidlərimiz var. Şuşadan olaraq. Təsəvvür edin ki, bir şəhidin sağlığında yaşadığı küçəyə Rusun adını veriblər. Dəxli olmayan Rusunda. Yəni Lermontov, nə bilim Tolstoy, nə bilim o birisi Pushkin, nə bilim hardasa hansısa Ivanov, Sergey filan. Yəni dəxli olmayan adamların adları bu küçələrdən yığışdırılmalıdır. Həm də bir xarici turist Bakı şəhərinə qonaq gələndə niyə ona ünvan olaraq Pushkin küçəsi göstərilməlidir? Niyə ona ünvan olaraq Tolstoy küçəsi göstərilməlidir? Yaxud Lermontov küçəsi. Yeri gəlmişkən, mən əskərlikdə olanda 86-88-ci ildə Almaniyada. Cəlilabaddan deməli bir əskər yoldaşımız vardı. Orada bir Prişip şəhəri vardı. Prişip. Göytəpə. İndi adı Göytəpədir. Tarixi adını qaytarıblar. Deməli, bunun ünvanı necə yazılırdı? Gorod Prişip, Prişip şəhəri. Nə bilim, Ulitsa, nə bilim, hansısa bir Rusun adı. Yəni onu oxuyan deyir ki, bu Rusiyadır da yəqin. Azərbaycan Cəlilabad özü də bilirsiniz nə tər yəni. Yəni bizim tam güneydir də, Güney Azərbaycan sərhədidir də, Cəlilabad sərhəd rayonumuzdur. Orada şəhərin də adı Rus dilində.
Yəni Küçə küçənin adı də adı rus rus dilində. Və adamlar da orada indi bilməyən o gənc uşaqlar da. Sovet dövrü idi. Bu başa düşdü. Sovet- İndiki Sovet dövrü deyil. İndi onun adını dəyişiblər, o şəhərin adını Göytəpədir. Olsun, əla. Yəni Bakının ortasında amma bu olmaz axı. Sən sabah turistə özünü təqdim eləyirsən və adres yazırsan, ünvan yazırsan ki, nə bilim, Tolstoy küçəsi. Pushkinin adına küçə olmasının əleyhinə deyil, amma mərkəzdə yox da. Bu mərkəzdə Bax. bizim mütəfəkkirlərin, bizim dahilərin adına Tabii. küçə olmalıdır. Bizim vətən müharibəsi qəhrəmanlarının adına küçə olmalıdır. Mütləq, bax, iş də ondadır ki, tam da mərkəzdədir bu adlar. Bayaq dedim, Prezident sarayı Lermontov küçəsindədir. İstiqlal küçəsidir ünvan olaraq bu tərəfindən. Amma arxa tərəfindən keçən küçə də Lermontov küçəsidir. Yəni bu saray ortada qalır. Sarayın ön tərəfi İstiqlal küçəsidir, prospektidir. Arxa tərəfdə Lermontov küçəsidir. Yəni bu olmaz axı. Biz bunları təmizləməliyik.